İran hər zaman, İranın həm bugünkü, həm bundan əvvəlki rejimi də, şah rejimi də və bugünkü molla rejimi də hər zaman türklərə qarşı olublar və Türkiyə, xüsusilə Türkiyəyə qarşı olublar. Hər yerdə də son günlərdə də görürük ki, son dövrlərdə də görürük ki, məsələn, həm İraqda deməli Amerikanın müdaxiləsindən sonra bizim türklərə qarşı oldular, orada olan türkmənlərə qarşı. Sonra Suriyada yenə türklərə qarşı savaşırlar, savaş açırlar, amma bütün hallarda Türkiyə hər zaman İranı müdafiə eləməyə qalxır. İranı müdafiə eləmək istəyir və bu bayaqlarda Bağçalının yenə bundan bağlı mən Dövlət Bağçalının bir çıxışına qulaq asdım. O da orada birbaşa İranı biz yedirtməyəcəyik, İranı biz müdaxilə etməyə imkan verməyəcəyik deyə belə şeylər. Amma bütün varlığıyla İran rejimi, həm Pəhləvi rejimi, həm də Molla rejimi, həm İranın içərisindəki türkləri məhv eləməyə çalışır, yox eləməyə çalışır. Yəni bunu assimilyasiya siyasətindən və yaxud da ki, başqa siyasətdən həm də Türkiyəyə qarşı və Azərbaycana qarşı düşmən mövqedə olur. Niyə biz hər zaman İranı müdafiə eləməliyik? Və ya da niyə eləyirik? Baxınız, bir məsələni açıqlıq getmək lazım. Türkiyə sistemi hər zaman duruma görə axışını deyər, sonuca görə deyil. Bunu biz anlamaq. Xarici siyasətdə Türkiyənin ki, duruma görə dəyərləndirməsini edər, sonuca görə deyil. Bu halükarda başqa bir gözləntimiz də olamaz ki, Türkiyə gəlsin, indisə desin ki, İran parçalansın, biz dəstəkləyirik və bunu düşünün. Bunun deməsiyle beraber Türkiye'ye karşı olan farklı faktorlar da var. Yani Türkiye'nin içerisinde bir güç sorunu var. Suriye'de mücadele ettiği bir mesele var. Irak'ta da vardı ve Türkiye tabii ki, ben korkularını diyelim, burada demirəm, düzlüğe gələr. Bu meselede qorxaraq ve İran'ın qarışıqlığı səbəb olur ki, Türkiye'nin içerisinde de bu paradoks ve ikilem yaransın. Çünkü bir süreç içerisinde, Kürt meselesini halletmek süreci içerisinde İranda həm Türklər var, həm Kürtlər var. Sabah bir vətəndaş müharibəsinə girməkdə Türkiyə hansına köməklik eləyəcək? Onların düşüncəsi. Çünki mən bəzən görürəm ki, yenə də bu ikiləm, dualizm yaranır ki, biz sünni Kürtlərə mi kömək edəcək və yaxud Şii Türklərə mi? Bu hələ də danışılır. Ancaq mən düşündüyüm qədər bəyənməsəm də, mən öz qonumumda bir jurnalist olaraq bunları deyə bilirəm. Və hətta bəlkə də Bağçalının ona girməsi də doğru deyildi. Bunların hamısı Xarici İşlər Nazirliyi tərəfindən, bir dəfə Hakan Fidan tərəfindən deyilib. Ya biz İranın güvənliyi bizim üçün güvənli. Amma bu anlama gəlmir ki, gələcəkdəki hər hansı bir qargaşada Türkiyə buraya müdaxil olmuyor. Bu anlama gəlmir. Çünki mənim bildiyim qədərlə planlar var. Əgər bu qarışıqlıq bir vətəndaş müharibəsinə girərsə, mütləq Türkiyə orada müdaxilə etmək məcburiyyətində qalacaq. Türkiyə buna vaqifdir. Amma indiki durumda tansiyonu yüksəltməmək amacıyla və öz içində parametrləri bilməsiyle Suriye məsələsiyle yanaşı ki, orada da bir müharibə aparır və gedir. Bunu hələ bu şəkildə saxlayır ki, İranı biz tam olaraq istəyirik və İranı tam olaraq istəməsiyle bərabər budur ki, gələcəkdəki hər hansı bir dəyişiklikdə də Türkiyə eləyə bilsin ki, o parametrlərlə görüşsün, öz nüfuzunu da artırsın. Bu bizim baxımızdan bəlkə pis ola bilər. Amma devlətçilikdə belə bir şeylər də ola bilir və yanaşmalar da. Amma mən əminəm ki, əgər bunun otu, aləvi səbəb ola ki, bizim oradakı Azərbaycanlılar qırıla, ölə, şəhərlərə girilə və bunlar qətliam edirlər, filan eləyən mütləq yaranan bu psikolojik Türkiyədə və hətta Azərbaycan üzərində yüksək dərəcədə təzyiq edəcəkdir ki, Türkiyənin müdaxiləsinə. Buna əminəm və sadəcə bunu da deməm lazımdır ki, Türklər üçün deyil. Türkiyə orada bəlkə Kürtlər üçün, ərəblər üçün də, başqalarının da bu dəccal faşizm və ya radikal İslamcılıqdan azad etmək üçün ayağa qalxıb və oraya müdaxil edə bilir. Ancaq indiki durum ki, qaranlıq bir şəkildədir. Mənim də budur ki, gözləntimiz olmamalıdır ki, Türkiyə Avropalılar kimi, çünki Türkiyə Avropada deyil, olduğu yer bəllidir, harada yerləşibdir və ya Amerikalılar kimi buna münasibət bilsin. Ancaq biz ki, bilirik Türkiyənin stratejisi budur. İndiki vəziyyətdə Türkiyə münasibət bildirməz, ancaq sonuç onu etkilərsə ki, mütləq də əgər bu şəkildə olsa etkiləyəcəkdir, Türkiyə hətta bizim güvənliyimiz içində olmasa, bəlkə bu çox radikaldır, öz güvənliyi üçün məcbur olacaqdır ki, buraya girək. Çünki İranın
bu şəkildə getməsi və vətəndaş müharibəsinin olması ilə bərabər daxili hərbin olması sadəcə İran deyil, İraq, Suriyə və Əfqanistan və hətta Pakistan da buna müdaxil olacaqdır və əmin edirəm ki, xüsusilə bizim üçün ki, çox önəmlidir, Türkiyə buna müdaxil olar və ərəblər üçün də ki, Suudi Ərəbistanın da və hətta Mısırın da uzaqda qalsa da, onların da tavırları ətrafdakı olan ölkələrə görə və Pakistana görə də ortada qoyulacaq və bunların da təsiri var. Yəni, sadəcə İran məsələsi Amerika, Çin və ya Rusiya və içəridəki olan məsələlərdə deyil, bəlkə buradakı qonşuların da qayələri var. Hər qonşu bir ölkənin dağılıb və oradan həm bu qədər 90 milyon nəfərlik nüfusun dağılması, parçalanması və oraya gəlməsini istəmir. Siz zənn edin ki, orada bu olsun və hamı qaçmaq istəsə, hara gedəcəklər? İraqa mı gedəcəklər? Əfqanistana gedəcəklər, Pakistana gedəcəklər. Biz bəyənməsək də və ya bunu eleştirsək də belə bir qorxu var Türkiyədə. Çünki Suriya məsələsini yaşayır və Suriya məsələsini görən Türkiyə və xalqı da bundan dəhşət edirlər. Ona görə buraya qədər çalışacaq ki, idarə etsin. Ancaq əgər tərs bir şey yaranırsa, mütləq mən bilirəm ki, vəziyyətə görə və o sonuca görə Türkiyə həm bizi qorumaq üçün və həm də insani görəvi olaraq, bunu mən hər zaman demişəm ki, Bosnada Türk əskəri gedib insani şəkildə insanları qurtaranda və yaxud yerlərdə, çünki Türk əskəri çox fərqlidir. Yəni, mən əskər olmuşam, hərbiçi olmuşam, bunu bilmək lazımdır ki, Türk əskəri Amerikan əskəri ilə çox fərqlidir. Qiyaslanamaz İsrail əskərindən Türk əskəri duyğusal, insani və əxlaqidir. Bunlar nə qədər də propagandalar olsa, Türk əskərinin girməsi sadəcə bizi qurtarmaq deyil, bəlkə Türkiyə çalışır ki, bütün orada insanları xətab elələr, bir liderlik ünvanında Türk oraya girsin. Birləşdirici, yapıcı və elə olsun ki, insanlar pənah gətirsin. Yəni, elə olsun ki, mən bunu deyərəm ki, adamlar axtarsın, getsin, desin ki, Allah eləməsin, nə olsun, bunu düşünürəm ki, mənim böyük atam da Türküdür. Bax, Türkiyə gəlib burada nə mərhəmətlə davranır, insanları qoymur ki, ölsünlər. O mahiyyətini Türkiyə qorumalıdır. Yəni, biz aşağıda özümüzü o səviyyədə bərabər görmək, bu bəlkə birazcıq da deyərlər ki, faşistlik yox, eyni qonumda görmək doğru deyil. Bəlkə daha üstdən baxmamız lazım ki, burada Türk əskərinin missiyası nədir? Türk adı ilə başqalarını qorumaq və təbii ki, o da bizim yaramıza olacaqdır. Çünki biz də eyni mahiyyəti daşıyırıq.